Herkese salam. Bu videomda kompüter və informasiya mövzusunda tapşırıqların izahını təqdim edəcəm. Burada birdə deyir ki, tapşırığı 2 mərhələdə yerinə yetir. A. Dərslikdəki mətnlə tanış olmazdan qabaq aşağı fikirlərdən doğru saydıqlarını D. Yalan saydıqlarını Y hərfi ilə 2-ci sütunda qeyd et. B. Dərslikdəki mətnlə tanış ol və doğru fikirləri D. Yalanları isə Y hərfi ilə 3-cü sütunda qeyd et. Uşaqlar, bu sizin şəxsi cavablarınızdır. Yəni, burada mən deyə bilmərəm ki, kim necə yazsın. Yəni, mütləq belə yazılmalıdır. Bu sizin şəxsi cavablarınızdır. Amma belə kömək üçün deyə bilərəm ki, birdə deyilir ki, kompüterin giriş qurğusu digər qurğuları daxil etmək üçündür. Əslində, bu yanlış fikirdir. Digər qurğular yox, informasiyanın. Bu əslində yanlışdır. Əgər yanlış bilirsinizsə, mətni oxumazdan öncə yanlış, oxuyandan sonra mütləq görəsiniz ki, yanlışdır. Yanlış yazarsınız. Sonra kompüterin giriş qurğusu informasiyanı daxil etmək üçündür. Bu doğrudur. Əgər əvvəldən doğru bilirsinizsə, oxuyandan sonra da doğru olduğunu görəcəksiniz. Mən sizə oxumazdan əvvəl olan hissəni sizə saxlayıram. Siz yazmalısınız. O sizin şəxsi fikrinizdir. Amma mətni oxuduqdan sonra hansı cavablar olmalıdır? Yəni, mətnlərdə hansılar verilib, onları doğru yanlış yazacağım. Kompüterə daxil edilən informasiya daxil etmə qurğusunda saxlanılır. Daxil etmə deyil, yaddaş qurğusunda saxlanılır uşaqlar. Bu yanlışdır, amma yaddaş qurğusu 4-cü sütun doğrudur. 5-də yaddaşda olan informasiya emal olunmaq üçün prosesora ötürülür. Bu doğrudur. 6-da prosesor informasiyanı kompüterə daxil edir. Doğrudur. 7. Çıxış qurğuları lazımsız informasiyaları kompüterdən xaricə tullayır. Yox, xaricə tullamır. Bizə ötürür çıxış qurğuları informasiya. Bu yanlışdır. 8-də kompüterdəki informasiya çıxış qurğuları vasitəsilə istifadəçilərə ötürülür. Doğru. 9-da printer giriş qurğusudur. Printer çıxış qurğusudur. Yanlışdır. Çıxış qurğusu yazıbsa doğrudur. Səs ucaldanlar yaddaş qurğusudur. Xeyr, səs ucaldan çıxış qurğusudur. Yanlışdır. Səs ucaldan çıxış qurğusudur yazılıb. Doğrudur. 13-də skaner giriş qurğusudur. Skaner, bəli, giriş qurğusudur. Doğru. Skaner emal qurğusudur. Yanlış. Yəni, doğru cavablar budur. Amma 2-ci sütunda sizin özünüzün şəxsi fikirlərinizi qeyd edin. Yalan və doğru deyin. 2-də şəkildəki kompüterlərin ümumi və fərqli xassələrini Venn diaqramının müvafiq hissələrinə yaz. Şəkildəki kompüterlərin ümumi və fərqli xassələrini Venn diaqramının müvafiq hissələrinə. Belə deyək ki, ikisi də kompüterdir. Eləmi? Hər ikisi kompüterdir. Hər ikisi informasiyanı saxlayır. Yəni, bu hissəyə yaza bilərsiniz. Hər ikisi kompüterdir. İnformasiyanı ötürür, saxlayır, emal edir, toplayır. Bütün xassələri var. Amma fərqi odur ki, bu elektrik cərəyanı ilə mütləq elektrik cərəyanına qoşulu olaraq işləyir. Cərəyanına qoşulu olaraq işləyir. Bu isə batareya ilə işləyir. Yəni, bu evdə masa üstüdür. Masa üzərində olur. Masa üstüdür. Digəri isə daşına biləndir. Daşına bilən kompüterdir. Yəni, bunları yaza bilərsiniz fərqli əlamətlərinə. Üstə hər qurğunun altındakı çərçivəyə açar sözlərdən uyğun gələnini yazın. Gəlin, baxaq. Klaviatura deyil. Burada şagird səhv yazıb. Bu, yox, klaviaturadır, üzr istəyirəm. Bu siçandır. Skaner. Yox, skaner bu deyil. Bu skaner deyil. Kaustikdir əslində. Bu belə yazılmalıdır. Kaustik oyun oynamaq üçün siçandır. Oyun siçanına oxşayır bu da. Sonra bu skanerdir. Skaner. Daxili yaddaş düzdür. Prosesor düzdür. Optik disk düzdür. Monitor, səs ucaldan. Kaustik deyil, bu printerdir. Yanlış olan budur. Belə hamısı printeri səliqəli yazaq. Hamısı yazıldı. Bu oxları çəkməyə ehtiyac yoxdur, xətləri. Şagird səhvən yazı çəkib bunları. Yəni, bunları çəkmirsiniz. Sadəcə adları yazmaq istəyir. Şəkillərin altına adları yazmaq istəyir. Belə. Hamısı yazıldı. Keçək növbətiyə.